Bu tamamilə normal bir haldır. Bilirik ki, imtahan ərəfəsində, xüsusilə də imtahan zamanı insanda bir sıra hormonların səviyyəsi yüksəlir, stress hormonları. Bu bizim üçün bir qədər faydalı ola bilər, yaddaşı gücləndirir, diqqəti artırır. Amma bəzi abituriyentlər belə fikirləşir ki, imtahan yekunlaşdıqdan sonra mənim stress səviyyəm niyə əvvəlki vəziyyətinə qayıtmır? Bu normal bir haldır. Dediyim kimi, sadəcə belə bir məsələ var ki, biz stress səviyyəmizi bir düymə ilə təəssüflər olsun ki, söndürə bilmirik. Bunun üçün biz sadəcə olaraq imtahan sonrasında öz fərdi məşğuliyyətlərimizə geri qayıdaraq bu stressi idarə etməyi və onu balanslı şəkildə saxlamağı öyrənə bilərik. Öz hobbiləriniz ola bilər, ümumiyyətlə yuxu rejiminizi normal vəziyyətə qaytara bilərsiniz. İmtahan öncəsində necə idisə, imtahan sonrasında da artıq öz belə deyək, normal həyatınıza qayıdaraq bunu qaydasına qoya bilərsiniz. Diqqətimizi yayındırır. Bəli, diqqətimizi bir obyektdən digər obyektə yönləndirərək bunun öhdəsindən gələ bilərik.